Salam değerli izleyiciler. Bugün sizinle tortlar için sodasız ve kabartma tozsuz, kabardıkça kabaran, sobadan çıkardıktan sonra da hündürlüğünü itirmeyen, yumuşaq, sünger kimi havalı, ısladılmağa da ihtiyaç duyulmayan, özünün xüsusi nəmliyi olan, elə sadə halda da yedikçe yemək istəyəcəyiniz çox lezzetli bir biskvit resepti bölüşürük. 6 ədəd yumurtanın ağını sarısından ayırmışıq. Əvvəlcə yumurta ağlarının üzərinə bir çimdik duz əlavə edib onları mikserlə bir balaca çalıb köpükləndirdikdən sonra götürdüyümüz 160 qram, yəni 200 ml stəkandan 4-də 3 stəkandan biraz artıq, yəni 1 çay qaşığı artıq şəkər tozuna, bir bağlama şəkərli vanil qatıb onu da 3 dəfəyə hissə bura əlavə edib yumurta ağlarını mikserin ən yüksək sürəti ilə artıb ağarıb bərkiyənə qədər çalırıq. Ardınca yumurta sarılarını da 2-2 bura əlavə edib mikserin aşağı sürəti ilə bezenin köpünü yatırmadan ehtiyatla qarşınadək çalırıq. Bu arada değerli izleyiciler, sizden ricamız kanalımıza destek olmaq məqsədi ilə elə bu dəqiqə 1 saniyənizi ayırıb videonun aşağı hissəsinə düşün və orada barmaq yuxarı, yəni like düyməsinə toxunub bu videonu bəyənin. Videonu bəyənən hər bir izləyicimizə təşəkkürlər. Ardınca bura 50 qram, yəni əgər qatıdırsa 1 təpələmə dolu xörək qaşığı, durudursa 2 xörək qaşığı bal əlavə edirik. 60 ml, yəni 4 xörək qaşığı süd də əlavə edib bunları qarışana dək qatırıq. Balı hər evdə tapılan mürəbbə şirəsi ilə də əvəz eləmək olar. Ardınca bura 30 qram qarğıdan nişastasını da əliyərək əlavə edib qatırıq. Qarğıdan nişastası elə ərzaqdır ki, onu qaşıqla dəqiq götürmək olmur. Amma təxmini sizə deyim ki, xörək qaşığı ilə çox da dolu olmayan bir xörək qaşığı yarım götürün. Daha sonra götürdüyümüz 150 qram, yəni 200 ml stəkandan bir dolu stəkan, üstə gəl bir dolu olmayan xörək qaşığı. Onun bir hissəsini əliyərək bura əlavə edib qatırıq. Ardınca bura 20 qram, yəni 2 xörək qaşığı günəbaxan yağı da əlavə edirik və onun qalan hissəsini də əlavə edib biskvit xəmirini hazırlayırıq. Yeri gəlmişkən kanalımızda sadə və başqa müxtəlif biskvit reseptləri də var. Hamısı bir-birindən gözəldir. Hamısının linkini də bu videonun aşağı hissəsində paylaşacağım. İzləyib hansı ürəyiniz istəyirsə onu hazırlaya bilərsiniz. Biskviti 22 cm diametrli qəlibdə bişirəcəyik. Qəlibin kənarlarına və dibinə yağlı bişirmə kağızı çəkirik və biskvit xəmirini qəlibə əlavə edib hər tərəfə bərabər paylayırıq. Daha sonra belə bir taxta nazik çöp şişlə biskvit xəmirinin içərisindən spiral formasında gedirik ki, içərisində hava qabarcıqları qalmasın və düzləşsin, hər tərəfə bərabər paylansın. Biskviti əvvəlcədən isidilmiş 170 dərəcəli sobada 45-50 dəqiqə bişiririk. Biskvit sobadan çıxdı. Gördüyünüz kimi möhtəşəm qabarıb, əla alınıb. Xanımlar şikayət edirlər ki, bizdə biskvit alınmır, yaxşı qabarmır, sobadan çıxarandan sonra köpü yatır. İsti sobaya qoyun biskviti və 30 dəqiqə müddətində sobanın qapısını açmayın. Kənardan nəzarət eləyin, amma açmayın. Çünki qapını açanda orada temperatur azalır. Biskvit o temperaturu tuta bilmir ki, yaxşı qalxsın, qabarsın. Siz ona mane olursunuz. Çünki həm də burada nə qabartma tozu var, nə soda var. Ancaq yumurta hesabına qalxır biskvit. Möhtəşəm də qabarır. Əla da alınır. Bu şəkildə hazırlayın. Əgər kimdə biskvit alınmırsa, bu reseptlə hazırlasın. Əminəm ki, əla alınacaq. Sonra nəticəni bizimlə bölüşərsiniz. Görürsünüz, yumuşaq biskvitdir. İçərisi süngər kimi, qəşəng, möhtəşəm, əladır. Arasını kəsib, içərisinə istədiyiniz kremi çəkə bilərsiniz. Adi elə üstünə
şəkər kişanı səpib də süfrəyə verə bilərsiniz. Elə o qədər belə nəmli, gözəl biskvitdir ki, elə sadə yeyəndə də ləzzətlidir. İstəyirsiniz arasına cem də çəkib süfrəyə verə bilərsiniz. Möhtəşəmdir, hazırlayın, məsləhətlidir. Videonu bura qədər, yəni sona qədər izləmişsinizsə, şərhlərdə bizə bir qızıl gül göndərin. Görək hansı izləyicilərimiz zəhmətimizi qiymətləndirib videolarımızı sona qədər izləyirlər. Videonu like etmək yadınızdan çıxmasın, şərhlərinizi gözləyəcəyik. Yazın görək siz bizim kanalda olan hansı biskvit reseptini hazırlayıb gözəl nəticə əldə etmisiniz. Şərhlərinizi gözləyəcəyik. Hələlik.